Səhhətində yaranan problemlər səbəbindən 28 yanvardan bəri ictimaiyyət qarşısına çıxmayan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı Partiyasının qurucu başqanı Alparslan Türkeşin vəfatının 28-ci il dönümü münasibətilə məzarını ziyarət edib. Xəbər Studiya Haber Globala istinadən xəbər verir ki, 66 gündən sonra ilk dəfə kameralar qarşısına çıxan Bağçalının xeyli çəkiltirdiyi diqqətdən yayınmayıb. Türkeşin məzarını ziyarət etdikdən sonra Bağçalı partiya üzvlərinin hay maşallah nidaları ilə yola salınıb. Daha sonra MHP-nin baş qərargahına yollanan Dövlət Bağçalı partiya üzvləri tərəfindən güllə qarşılanıb. Əməliyyatdan sonra mediaya çıxmayan və fəaliyyətini telefon vasitəsilə evindən davam etdirən Bağçalının bu səhər Türkeşin məzarı başında keçirilən anım mərasiminə qatılacağı gözlənilsə də, o mərasimdə iştirak etməyib. Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı fevralın 6-sında ürək qapağı xəstəliyindən əməliyyat olunub.